Salam uşaqlar. Kvadrat köklər həqiqi üslü qüvvət mövzusunun axırıncı bölməsinə baxırıq. Birinci sualdan başlayaq. Deməli, birinci sual. (50 bölünsün 49). Buradan hər ikisini ayrı-ayrı köklərdə yazsaq və 50-ni də 5 vurulsun, 2 vurulsun, 5 kimi göstərsəm, 49'dan da ayrıca yazsam bunu, kök çıxır 7, buradan da 2 5'dən biri çıxır çölə, qalır içəridə 2. Bu da olur 5 kökdə 2 bölünsün 7. Bunu da 7'də 5 kökdə 2 kimi yaza bilərik. Olacaq D variantı. İkinci misalda kökdə 36, 3 üstə gəl, kökdə 36'dan çıxır 6. 6 ilə 3'ü də cəmi 9, buradan da çıxır 3. Bu da oldu D variantı. Üçüncü misal. Bunu əslində kvadratlar fərqi kimi açsaq, burada 35'dən 28 çıxırıq. Burada olacaq 7, burada da olacaq 63. Və 7 vurulsun, 7 vurulsun, 9'dur bu da. 7'dən 2 7'dən biri çıxır, 9'dan da 3 çıxır. Bu da elədir 21. Bu da D. 4. Bu hamısı əslində eyni tip misallardır. Kökün altındakilər bunu yazmayacağım 4'ü. Çünki elə hamısını mən yazsam siz nə yazacaqsınız? 4'də kök 44'ü yəni vuruqlarını ayırırsınız. Yəni sadə vuruqları şəklində. 99'da həmçinin. Hansılar kökdən çıxırsa onları çıxarırsınız. Çıxmayanları da içəridə saxlayırsınız. Sərq edər sonra. 5'ə baxaq. Bura biraz toran görünür, onu görə misalın özünü köçürürəm bura. Bunun kvadratı. Bunu kvadratlar fərqi kimi açırıq. Birinci kvadratı 2 kökdə 3'ün kvadratına 4 vurulsun 3 12 çıxılsın. 2AB-dir də 2 vur 2 4 4 vur 3 12 kökdə 3 vur 5 yəni 15. Üstə gəl 9 vur 5 45. Deməli 12 ilə 45'i topladıq, elədi 57. Çıxılsın 12 kökdə 15. 57 çıxılsın 10 kökdə 15 B variantı. Altıda da de verilmiş bu. Baxın uşaqlar, yuxarıdakı P kvadrat bu Q'nü kökdə Q'nün kvadratı kimi yazsam. Bax bununla bu ixtisar gedəndə yenə Q qalacaq da. Aşağıdakını da bu 2 Q üstü 2'də 1 də kökdə Q deməkdir. İşte gəl, yenə bir Q'nü kökdə Q'nün kvadratı kimi yaza bilərəm. Yenə açanda öz eləyəcək. Yuxarıda baxırım kvadratlar fərqi bir dəfə P minus kökdə Q, bir dəfə də P plus kökdə Q. Aşağıda da kökdə Q'nü orta qrup kimi çıxartsam, P üstə gəl kökdə Q qalır. Bunların toplanması, yəni cəm olanlar gedəcək, ixtisar. Yuxarıda qalacaq P minus kökdə Q bölünsün kökdə Q. Bunları da ayrı-ayrı kəsirlərdə yazsam, P bölünsün kökdə Q, minus bir dəfə də yazıram, kökdə Q bölünsün kökdə Q. Ayrı-ayrı kəsirlərdə, yəni fərq kimi yazdım. Birincisində olduğu kimi qalacaq, bununla bu ixtisar gələcək, qalacaq yerində 1. Bu da oldu P bölünsün kökdə Q minus 1. B variantı. 7. 7 də bundandır.
8. 8 yuxarıdakı əvvəlcə köçürüm. Yuxarıdakı A-nı belə bir dəqiqə 3-cü dərəcədən 3 kimi göstərsəm, yox, kubluq bir şey yoxdur burada. Aşağıdakını və yuxarıdakı nə deməkdir? Kökdə A-nın kökdə A-nın kvadratıdır da, belə eləyək. Aşağıdakı da kökdə A minus 1-in mötərizə kvadratı olur. Və bunu kvadrata yüksəldib açsaq görərik ki, bu ifadəni verəcək. Yuxarıda kökdə A minus 1, kökdə A plus 1. Aşağıda da kökdə A minus 1-in mötərizə kvadratı. Minuslarla bunun bir dənəsi gedir. Qalır kökdə A plus 1 bölünsün kökdə A minus 1. 8-ci misalda. Plus minus A variantı. 9 da ondandır. 10. Bunu da surətdəkini yenə kökdə x, bir dəfə kökdə x minus kökdə y, bir dəfə də kökdə x plus kökdə y. Niyəsində bayaqki misallarda dedim də kvadrat kimi göstərdim. Cəmlər ixtisar gedir. Bu kökdə x, burada da cəmin minusu qaldı da. Qarşıda da minus var deyə işarələr dəyişəcək. Qaldı kökdə y. Bu da A variantı. 11 də ondandır. 12. Bu kökdə A bölünsün S-ni yazacağım. Kökdə A bölünsün kökdə S kimi. Bunu da kökdə S bölünsün, kökdə A kimi ayrı-ayrı köklərdə yazırım. Bu çöldəki kökdə S bölünsün, kökdə A-nı hamısına bir-bir vurmalıyıq. Vurub açırıq mötərizəni bunlara. Bunları da ayrı-ayrı yazırım. İxtisara gedir. Və bununla bu ixtisar gedir. Qalır kökdə B vurulsun kökdə S. Üstəcə bununla bu gedir. Bunu da buna vuranda elə S-nin özü çıxır burada. Bununla bu gedir. Bu da kökdədir. Bununla da bu gedir. Qalır orada 1. Deməli 12-ci misalda da hamısı da müsbətdir də onsuz bunlar. Kökdə B-si üstəcə bu A variantı. Bu da elə bir ki S üstəcə kökdə B-si bir kökdə yazıblar. Çıxılsın 1. A variantı. 13 sonlandı. 14'te P kiçikdir 0. Yəni mənfədədir. Onda baxın, bir də köçürməyim. Bax bu 4 ilə buradakı 4 ilə bunun dərəcəsi 2-dir. İxtisar gedir. P üstü P kvadratı qalır burada. Yəni üstə gəl. Bax bu kvadratda bu gedir, amma modul P çıxır burada. Cüt dərəcədir, P də mənfidir deyə bax. P mənfi veriblər deyə modul çıxdı buradan. Aşağıdakı P-1'i də yazdım. P mənfi olduğu üçün moduldan da əksi çıxdı. Orta quruq çıxartdıq.
bərabərdir P. B variantı. 15 ondandır. 16. 16'da da görürsünüz də bunları bu ikisini bir kəsir kökdə vuracağım. Qoşması da bir-birinin. Qoşmasını da bilən A plus B, A minus B'dir də. Bu da yəni 9 minus kökdə 3'ün kvadratı da 3'dür də. Bu yuxarıda bu olur. Aşağıda da bu içini bu kökün altına salsam, ikinci dərəcədə 2 dənə kök yanaşı düşür. 2 kvadratı 4, 4 3, 12 belə olur. Bu da kökdə 3 vurulsun. 9'a 3 çıxdım. Kökdə 6. Bu dərəcəsi 2, bu da dərəcəsi 2. Bu olur 4. 12'dən də 12'nin də necə yazsaq? Elə 12 kimi yazıram bunu hələ ki. Yuxarıdakı da 3 vur 6, 18 bir kökdə yazdım. Burada dərəcəsini mən 4'ə gətirmək üçün yuxarıdakini də 2'yə vursam, bu 4 olur. Bunu da kvadrata yüksəldim. Belə bir ki. 18 kvadrata 18 vur 18 gibi yazılır. Bu da 12. 6 x'ə getdi qaldı burada 3. Bundan da bu x'ə getdi qaldı 9. Kök 6'da 9 vur 3. Bu 9'a da çıxdı çölə 3. 3 kökdə 3. Bir dəqiqə 4-cü dərəcədir bu. 4-cü dərəcə. Ona görə 4-cü dərəcədirsə bu nəzərə almadım. Elə 4-cü dərəcədən kökdə 27 oldu bu. Y variantı. 17 de ondandır. 18. O 8 kökdə 20. Bu 20'ni necə yazaram? 4 vur 5 kimi yazsam 2 çıxar çölə 5 qalar. Yuxarıda kökdə 5 çıxartdım. Bir dəqiqə niyə çıxarıram ki? Birbaşa hesablayayım da. Niyə çıxarıram ki? Kökdə 5 özdə 2 kökdə 5 gələndə 3 kökdə 5 eləyirdi elə. Yorğunçuluqdan. Kökdə 5'dən də 2 kökdə 5 çıxanda mənfi kökdə 5 olacaq. 1,5 çıxılsın. Burada da mənfi qarşıya çıxır 1. O derəcə 0,5. Onu da kəsrlə veriblər də. 10'da 5, bu da 2'də 1. A variantı. 19 ondandır. 20 kiçikdir 1, x kiçikdir 1, x fərqlidir 0 verilib. Ortaq məxrəc x üstü 4 olar. Bu da x kvadratı əskikdir. Minus x plus 1. Ortaq məxrəcə gətirdiyi bu formada işarələr dəyişdi. Yuxarıda x minus 1'in mötərizə kvadratıdır. Bu 4'dən bu dərəcəsi gedir qalır. Burada x kvadratı. Sürü sayım biraz xəstəyəm. Bundan da bu gedir. Modul x minus 1 çıxır buradan. X də 1'dən kiçik ədəddirsə, yuxarı moduldan əksi, yəni mənfi çıxacaq, əksi çıxacaq belə deyək, mənfi deməyək.
Bundan 2 dənəsi getdi, qaldı. X vurulsun 1 minus x. X minus x kvadratı. C variantı. 21 də 21 ondan değil. 21'de deməli kökün altında a kubu ilə a kvadratından ortaq vuruq kimi a kvadratını çıxarsam a minus 1 qalar. Diğerindən də mənfini çıxarsam yenə a minus 1 qalar. A minus deməli a minus 1'i təzəldən çıxardıq. Bu da belə oldu. Burada da a kvadrat minus 1, a minus 1, a plus 1'dir. 2 dənə a minus 1 oldusa bu kvadrat, bir dənə də a plus 1 oldu burada. Bunun açılışından bir dənəsi də yarandı da. Bundan bu ixtisar getdi. Modul a minus 1, kökün altında da a plus 1 qaldı. Bu da ki a 1'dən böyükdür deyə elə özü çıxdı a minus 1, kök altında da a üstə gəl 1. A minus 1, a üstə gəl 1, a variantı. Yirmi üç. Qoşmasına bir kökün altında yazıb qoşmasına vursaq. Yuxarıda elə bir ki, qoşma nədir? Bunun elə bir ki, plusu, məxrəcdəkinin plusuna deyək də. Həm də plusuna bunun. O da yuxarıda da plus olduğu üçün 4 plus kökdə 15'in kvadratı olacaq bu. Aşağıda da onların hasili a minus b, a plus b kimi düşünsək 16 minus 15 1 eləyəcək bura. 1 bu kök çıxsın kökdə 15. Bununla da bu ixtisar gedəcək. Qalacaq 4 plus kökdə 15 çıxılsın kökdə 15. Bununla da bu getdi, qaldı 4. Bu da oldu A variantı. 24 də ondandır. 25. Bu 18'i 9 vur 2 kimi yazsaq. Bu 9'da çıxar 3, 3 vur 2, 6 kökdə 2. Bu kök deyil. Bu belə. Deməli, bunu da kvadrata yüksəltsək. Kökdə 6 kvadratı 6. Özün qaçdığı mənfi görə işarə dəyişdi. Bununla bunun nasilinin 2 misli. Bununla bunun nasilinin 2 kökdə 18. Bir dəqiqə. Bunu heç başdakini heç dəyməsək ondan yaxşıydı 18 olaraq. Hələ ki bu qalsın. Deməli, burada plusuydu, minusa çevriləcək. Bu da hamısı ev üçün qarşıda mənfiyə görə işarə dəyişdi. 2 kökdə 18 çıxılsın 3. Bundan bir getdi, qaldı mənfi 9. C variantı. 26 da ondandır. 27. 27 yuxarıda A-nı 3-cü dərəcədən göstərirəm. Onsuz 3'lər ixtisar gedib, yəni A qalacaq da. Söylemesin geldi. Şöyle bir Bunu da kökdə A 3-cü dərəcədən 3-cü dərəcədən B açılışıdır da bu.
İkisi vardı. Gönderen. Bunun kvadratı 3-cü dərəcədən a kvadratı üstə gəl. Birazdan gelmez. 3-cü dərəcədən ab kublar fərqi kimi açırıq da. Üstə gəl. Sadece 3-cü dərəcədən b kvadratı. Aşağıda da yenə 3-cü dərəcədən a, 3-cü dərəcədən b. Üstə gəl. Üstə gəl. 3-cü dərəcədən a üstə gəl. 3-cü dərəcədən b. Yenə eyni cür açılış. 3-cü dərəcədən a-nın kvadratı minus 3-cü dərəcədən ab üstə gəl. 3-cü dərəcədən b-nin kvadratı bölünsün 3-cü dərəcədən a üstə gəl. 3-cü dərəcədən b. İxtisara getsə bununla bu gedəcək, bununla da bu gedəcək. Qalacaq yenə 3-cü dərəcədən a kvadratı üstə gəl. 3-cü dərəcədən ab üstə gəl. 3-cü dərəcədən b kvadratı. Burada da bu qaldı təkcə. A kvadratı çıxılsın 3-cü dərəcədən ab üstə gəl 3-cü dərəcədən b kvadratı. Bundan bu gedəcək. Olacaq 2 dənə və 2 dənə bundan olur. 2-nin hərəsindən 2 dənə o qalır da. 2 çıxarıram. Olur 3-cü dərəcədən a kvadratı üstə gəl 3-cü dərəcədən b kvadratı. Onu da kəsirlə göstəriblər qüvvəti. 2 vurulsun a üstü 3-də 2 üstə gəl b üstü 3-də 2 kimi yazıblar. B variantı 28-də ondandır. 29'da 29'a baxaq. Bax bu 25 nə deməkdir? 5'in kvadratıdır. Bu 5'in üstü 3'də 2'dir. Onun da üstü 2'də 9. Bu da 5 üstü 3'də 2 vurulsun 2'də 9 deməkdir. Bundan bu gedir, bundan da bu gedir. 3 qalır. 5 üstü 3 o da eləyir 125. Y. Otuz. Kökün altında salaq içini 8 eləyir. Bunun dərəcələrində bir-birinə vuruq 4. 4-cü dərəcədən 8 elədi bu da. Sonra deyir, olarsa hansı tam ədəddir deyir. Tam ədəd, yəni kəsir almasın. Bu Y variantında A-nın dərəcəsi 4'dür də. Bunun üstü 4 olsa, görürsünüz bundan bu xısa gedər. Təkcə 8 çıxar da çölə. Deməli elə Y variantı olar. 31 də ondandır. 32 vurub açırsınız 32'də. İslah gedəcək. Bunlar asan misallardır. 34 A minus B 36,4 verilib. Bunu kökdə A minus kökdə B eləyib ki bu kökdə A'nın kvadratı deməkdir də. Deməli bu da kökdə A üstə gəl kökdə B açılışdır. Yəni bu kökdə A'nın kvadratı kimi düşünün də A'nı. B'ni də kökdə B'nin kvadratı kimi düşünürsünüz. Bax bu belədir. Minusunun qiyməti var.
Buradan da kökdə A üstə gəl, kökdə B-ni tapanda 36 tam onda 4'ü bölürük 5 tam onda 6'ya. 6 tam onda 5 edir. Alt tam onda 5. Bu da eləyəcək A variantı. Vuruğun altına salın deyik. Kök işarəsi altına daha doğrusu vuruğu. Salanda x minus 2'nin kvadratı kimi gelir də. Ya da belə eləyək də. Bu x minus 2'ni 2 minus x kimi yazsaq, bax. 2 minus x kimi yazsaq, mənfi çölə çıxır da. Bu mənfini çöldə qoyub 2 minus x'i salıram kökün altına. Niyə? Burada çünki 2 minus x'in kubudur deyə mənfisini atdım çölə, özünü saldım, çevirib. Bununla bu bütöv gedir. Burada bir dənəsi qalır. İfadəmiz belə olur. X kvadratı plus 2. Yəni qarşıda da mənfi ilə D variantı. 36 da ondandır. 37. 37 də bu kökdə 6'dır. Bu necə deməkdir? 12. 2 vur 6. Kökdə 2 vurulsun, kökdə 6 deməkdir. Bu da kökdə 3 vurulsun, kökdə 6 deməkdir. Aşağıda kökdə 3, kökdə 6, 2 var da. Yuxarıdan hamısından kökdə 6 çıxarsam, 1 üstə gəl. 1 üstə gəl, bir dəqiqə. Kökdə 2 üstə gəl, kökdə 3 qalar. Burada səhv getdim. Kökdə 3'ü çıxarmalıyam ki, məxrəcdəkindən uyğun olsun. Kökdə 6'ın içindən kökdə 2 çıxanda, kökdə 3'ü çıxaranda kökdə 2 qalır. Buradan da, bu nə deməkdir? 2 vur üstüdə. Kökdə 2 vurursun, kökdə. Burada 2 qalır. Niyə bax? Bu elə ki, kökdə 12 idi də bayaq. Bu kökdə 12 nə deməkdir? 4 vurulsun 3 idi. 18'de 2 vur 9 kimi düşünək. Ya da ki 2 vur 9 kimi yox, 3 vur 6 kimi düşünürəm. Kökdə 3'ü çıxartmışamsa yerində kökdə 6 qalır da. Məxrəcdə də bunlar var idi. Bunlarla bunlar getdi, qaldı cavab kökdə 3. Oldu C variantı. 38 də bundandır. 39 kvadrata yüksəldib çıxırsınız. 40 da eynidir. Sağ olun.